Cəmiyyətdə vəkillik barəsində olduqca yanlış təsəvvürlər var. Mən bu barədə bir neçə dəfə video çəkmişəm. Yenə çəkmək məcburiyyətində özümü hiss elədim. Məsələn, deyirlər ki, vəkillər maklerdir. Azərbaycanda vəkil yoxdur. Vəkillər iki tərəfə işləyirlər. Baxın, belə bir söz deyim də, hətta iki tərəfə işləyən vəkil belə sizin üçün nələrsə edə bilər. Sizin üçün həyati müdaxilələrdə buluna bilər. Siz bunu nə qədər qəbul etməsəniz də. O belə bir söz var ya, atanın gedib gələn nəfəsi varlığı kifayətdir, heç nə eləməsə də olar. Bəzən o vəkilin özünün o istintaq idarəsində, sizlə hər hansısa bir müəssisədə, idarədə varlığı belə, hətta savadsız vəkil olsa belə, sizin deyiminizlə deyirəm, hətta belə deyək də, satılmış vəkil olsa, onun varlığı belə nələrisə həll edə bilər. Əslində bunun özü də təəccüblü görsənməməlidir. Çünki Azərbaycanda vəkili hakimlə, prokurorla, müstəntiqlə qarışdıran insanlar var. Məsələn, mənə neçə dəfə bəziləri qayıdıb möhtərəm hakim deyiblər. Nə bilim, cənab polis deyən olub. Nə bilim, belə də, yəni ki, o qədər maariflənmə səviyyəsində problemlər var ki, ümumiyyətlə rayonda, rayon yerlərinin çoxunda vəkillə hakimi, prokuroru, polisi, təhqiqatçını qarışdırırlar. Valla son dövrlər mənə yazılan mesajlara, edilən müraciətlərə baxanda görürəm ki, həqiqətən də vəkillə müqavilə bağlamadıqlarına görə insanlar nə vəziyyətə düşüblər. Biri vərəsəlik müddətini ötürüb, biri istintaqda vaxtında vəkillə müqavilə bağlamadığı üçün öz ölüm fərmanına qol çəkib, biri padrat müqaviləsi əsasında sənədsiz torpağı alıbdır və hamısı nəyə görə baş verib? Yəni, vaxtı ilə yanında o satılmış dedikləri savadsız bir vəkil olsa, yəni o bəyənmədikləri vəkil olsa, bu halların heç biri onların başına gəlməyəcəkdir. Bir daha bildirirəm, necə ki, əgər cərrah deyilsəniz, cərrahiyyə stolunda tibbi müdaxilə edə bilmərsiniz, bəzi şeylər var ki, buna vəkilsiz hüquqi müdaxilədə bulunmaq özünü uçuruma aparmaqdır. Siz İbn Sinanın sözünü götürüb hər kəs özü-özünün həkimidir prinsipi ilə yaşasaz, çox bunun ağır fəsadları ola bilər. Və olur da, və görürəm də, və bilirəm də, və ürəyim də yanır. Amma bəzən, belə deyək də, vətəndaş hər şey baş verəndən sonra, iş işdən keçəndən sonra gəlib vəkilə müraciət edir. Belə, diqqətiniz üçün təşəkkür edirəm.